Binəqədi rayon Səttar Bəhrizadə küçəsi. Son zamanlar avtomobillərin hərəkətinin intensivləşdiyi bir zamanda sakinlərin bildirdiyinə görə avtoqəzaların tez-tez baş verir. Bu səbəblər bundan ibarətdir ki, burada 2 dənə stop işarəsi olsa da sürücülər bəzən vaxtı buna məhəl qoymur. Bu zamanda da avtoqəza baş verir. Eynilə də piyadaçıların hərəkəti üstündə çox təhlükə yaranmış olur. İşıqforun olmamasına və piyadəsi üçün nəzərdə tutulan keçidlərin, yerüstü keçidlərin işarəsi olmaması ətrafda yaşayan sakinlərin narazılığına səbəb olur. Turab Əvəşbər. Buradakı yolla bağlı olan narazılıq əsas nədən var? Burada narazılıq əsas odur ki, burada hər həftə təqribən 2-3 avariya baş verir. Yəni avtoqəza baş verir, bəli. Və burada həm biz özümüz, həm ailəmiz, həm sakinlər, burada yaşayanlar, yəni təşkilatlarla deyirlər. Yəni hər kəs narahat olur. Gecənin bir vaxtı saat 2-də, 3-də, bir də avtoqəza səsinə və yaxud da yoldan kimsə keçəndə, elə bundan hardasa bir həftə əvvəl burada çox ciddi bir avariya baş vermişdi və 2-3 maşına da ziyan dəymişdi. Həmçinin insanlara, həmçinin yola, hər şeyə, yəni bilirik belə ziyan dəyir. Və istəyərdik ki, burada bir piyadalar üçün bir piyada zolağı olsun və yaxud da bir işıqlar olsun. Yəni həm özümüz üçün, həm sakinlər üçün, həm digər nəqliyyat vasitəsi istifadə edən insanlar üçün, hamının rahatlığı üçün yəni bunu istəyirik. Son 2 həftə ərzində 3 avariya oldu. Yəni mən bunu elə gözümlə görmüşəm. Hal-hazırda 2 dənə stop işarəsi var. Yəni bu yol, baş yol bu yoldur və digər yoldan gələndə heç biri, yəni düzdür, axşam orada insandır. Bəlkə də görmür, bəlkə də deyim, görür, riayət eləmir. Yəni stop o qədər də yəni şey deyil də, o qədər də vacib bir şey deyil də, yəni daha çox önəm verilmir. Önəm verilmir. Sürücülər tərəfindən önəm verilmir. Daha çox yəni işıqforun olması daha çox məsuliyyət şeydir, kəsb edir. Və piyada zolağının olması daha yaxşı olardı. Həm biz üçün, həm sakinlər üçün, həm bizdən əlavə burada yaşamayan insanlar üçün. Buradan çünki yaxınlıqda Dost Xidmət Agentliyi var, digər tərəfdə Aslan Xidmət Agentliyi var, oradan insanlar gediş-gəlişi var və yaxud da bu tərəfdən gediş-gəliş var. Həm bizim üçün, həm də insanların öz təhlükəsizliyi üçün.